Salam aziz izləyicilər. Bugün adi bir gün deyil. Göy sakit görünür, amma ulduzlar sizin haqqınızda danışır. Bugün hisslər, münasibətlər və həyat yolunuzda kiçik amma vacib dəyişikliklər ola bilər. Bazı hadisələr təsadüf kimi görünəcək, amma əslində bunlar işarələrdir. Ona görə diqqətlə dinləyin. Bugün ulduzların sizə nə dediyini birlikdə kəşf edək. Qoç burcu, bugün içinizdə saxladığınız hissləri gizlətmək çətin olacaq. Adətən heç kimə demədiyiniz fikirlər dilinizə gələcək və maraqlısı budur ki, bu səmimiyyət sizə xeyir gətirəcək. Kimsə sizin açıq danışmağınızı gözləyir. Bugün ürəkdən deyilən sözlər təsadüfi görünə bilər, amma sonradan böyük əhəmiyyət daşıyacaq. Sevgi mövzusunda maraqlı hadisələr mümkündür. Sadə bir söhbət, baxış və ya mesaj gələcəkdə vacib bir başlanğıca çevrilə bilər. Əgər kiməsə qarşı hissləriniz varsa, çox tərəddüd etməyin. Bəzən insanın ən böyük peşmanlığı vaxtında addım atmamasıdır. Bugün hərəkətdə olmaq sizə yaxşı təsir edəcək. Uzun gəzinti, açıq hava və ya kiçik fiziki fəaliyyət enerjinizi artıracaq. Amma özünüzü həddindən artıq yormayın. Bədəninizin siqnallarına qulaq asın. İş həyatında diqqət mərkəzində ola bilərsiniz. İnsanlar sizin fikirlərinizə daha çox önəm verəcəklər. Vacib söhbətlər, razılaşmalar və qərarlar üçün münasib gündür. Özünüzə güvənin, amma tələsməyin. Pul məsələsində axın olacaq, amma onu saxlamaq bir az çətin görünür. Lazımsız xərclər etmək istəyi yarana bilər. Alış-veriş etməzdən əvvəl bir daha düşünmək faydalıdır. Ailə və yaxın münasibətlərdə mehribanlıq möcüzə yarada bilər. Bir xoş söz uzun müddətdir davam edən narazılığı aradan qaldıra bilər. Əgər gələcəklə bağlı ciddi planlarınız varsa, bugün onları müzakirə etmək üçün əlverişli zamandır. Axşam saatlarında biraz tək qalmaq və sevdiyiniz işlə məşğul olmaq sizə rahatlıq gətirəcək. Bu, həm düşüncələrinizi toparlamağa, həm də yeni enerji toplamağa kömək edəcək. Boğa burcu, bugün sizə həm maraqlı, həm də bir qədər sınaqlı hadisələr gözləyir. Səhər saatlarından etibarən ahvalınız tez-tez dəyişə bilər. Bir an özünüzü enerjili hiss edəcək, başqa bir anda isə yorğunluq duyacaqsınız. Buna görə də bugün özünüzü məcbur etmək əvəzinə daxili ritminizə uyğun hərəkət etmək daha faydalı olacaq. Maddi məsələlərdə diqqətli olun. Yaxın insanlarla və ya ailə üzvlərinizlə pul mövzusunda fikir ayrılığı yaşana bilər. Ancaq tələsik reaksiya verməyin. Sakit davranışınız vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək. Bugün emosiyalarla deyil, mantıqlı qərar vermək daha doğru olacaq. Sevgi həyatınızda isə bəzi mövzular artıq susqun qala bilməyəcək. Ürəyinizi sıxan bir məsələ diqqət tələb edir. Açıq və səmimi söhbət münasibətlərinizə gözlənilməz şəkildə müsbət təsir göstərə bilər. Hisslərinizi gizlətmək yerinə paylaşmaq sizə daha çox rahatlıq gətirəcək. İş həyatında müəyyən maneələrlə qarşılaşa bilərsiniz. Kiminsə sözləri və ya tənqidi sizi ruhdan salmasın. Əksinə, bunları inkişaf etmək üçün fürsət kimi görün. Vacib sənədləri və qərarları diqqətlə yoxlamaq faydalı olacaq. Bugün səbir sizin ən güclü üstünlüyünüzdür. Günün ikinci yarısında köhnə dostlarla əlaqə qurmaq və ya uzun müddətdir danışmadığınız biri ilə görüşmək ehtimalı var. Belə görüşlər sizə xoş hisslər bəxş edər və motivasiyanızı artıra bilər. Axşam saatlarında isə rahatlamağa çalışın. Hazırda sizi narahat edən bəzi məsələlərin əslində düşündüyünüz qədər böyük olmadığını anlayacaqsınız. Özünüzə inanın və yolunuza davam edin. Bugün göstərdiyiniz dözüm yaxın günlərdə gözəl nəticələr gətirə bilər. Əkizlər burcu, bugün sizin üçün tələsmək deyil, düşünərək hərəkət etmək günüdür. Ətrafınızda baş verən hadisələr sakit görünə bilər, amma əslində bir çox şey yavaş-yavaş dəyişir. Maraqlısı budur ki, bu dəyişikliklər dərhal hiss olunmur. Ancaq yaxın günlərdə bugünkü qərarlarınızın nə qədər vacib olduğunu anlayacaqsınız. Bugün daxili hisslərinizə güvənin. Ətrafınızdakı insanlar sizə müxtəlif məsləhətlər verə bilər. Amma doğru istiqamətdə ən yaxşı siz hiss edirsiniz. Sizin ən güclü tərəfiniz hər vəziyyətdə tez uyğunlaşa bilməyinizdir. Məhz bu xüsusiyyət bugün sizə üstünlük qazandıracaq.
Sevgi mövzusunda isə xırda detallara diqqət yetirin. Böyük sözlərdən çox, sadə davranışlar daha çox məna daşıyacaq. Bir baxış, bir mesaj və ya adi görünən bir söz düşündüyünüzdən daha vacib ola bilər. Əgər münasibətlərinizdə anlaşılmazlıq yaranarsa, dərhal nəticə çıxarmayın. Bugün bəzi sözlər yanlış başa düşülə bilər. Maddi məsələlərdə müəyyən xərclər gündəmə gələ bilər. Ev və ya ailə ilə bağlı ehtiyaclar planlarınızı dəyişdirə bilər, ancaq narahat olmayın. Məqsədli şəkildə xərclənən pul gələcək rahatlığın təməlini yaradır. Sağlamlığınıza da diqqət ayırın. Uzun müddətdir təxirə saldığınız faydalı vərdişləri yenidən həyatınıza qaytarmaq üçün yaxşı zamandır. Daha çox hərəkət edin, açıq havada vaxt keçirin və ekran qarşısında keçirdiyiniz zamanı azaltmağa çalışın. Bugün ailə üzvləri və yaxın insanlarla ünsiyyətdə səbirli olun. Bir anlıq sərt reaksiya sonradan peşmanlıq yarada bilər. Axşam saatlarında isə sizi narahat edən məsələləri içinizdə saxlamayın. Səmimi və açıq söhbət bir çox problemi həll edə bilər. Bəzən insanın ehtiyacı olan şey möcüzə deyil, vaxtında deyilmiş doğru sözlərdir. Xərçəng burcu. Bugün həyat sizdən tələsməyi deyil, bir qədər dayanıb nəfəs almağı tələb edir. Son günlərdə yığılan yorğunluq özünü göstərə bilər. Buna görə də bədəninizin verdiyi siqnallara diqqət yetirin. Hər zaman irəli qaçmaq lazım deyil. Bəzən istirahət etmək və özünüzə vaxt ayırmaq ən doğru seçim olur. Gün ərzində əhvalınız bir neçə dəfə dəyişə bilər. Bazı hadisələr planlaşdırdığınız kimi getməyə bilər. Ancaq xırda problemləri böyütməyin. Hazırda sizi narahat edən məsələlərin çoxu yaxın zamanda öz həllini tapacaq. Əsas odur ki, emosiyalarınızın təsiri altında qərar verməyəsiniz. Sevgi və münasibətlər sahəsində isə ürəyinizdə saxladığınız sözləri deməyin vaxtıdır. Əgər anlaşılmaq istəyirsinizsə, əvvəlcə hisslərinizi bölüşməlisiniz. Susmaq bəzi problemləri daha da böyüdə bilər. Səmimi söhbət münasibətlərinizdəki gərginliyi azaldacaq və sizi bir-birinizə daha da yaxınlaşdıracaq. Gözlənilməz bir mesaj və ya xoş diqqət əhvalınızı yüksəldə bilər. Maddi məsələlərdə müsbət inkişaflar mümkündür. Borclar, ödənişlər və ya maliyyə ilə bağlı gözlədiyiniz xəbərlər sizi sevindirə bilər. Bugün gələcəkdə fayda verəcək qərarlar qəbul etmək üçün münasib zamandır. İş həyatında isə bəzi çətinliklər yarana bilər. Kimsə sizin səbrinizi sınağa çəkə bilər, amma emosional reaksiya vermək əvəzinə sakit qalmaq sizə üstünlük qazandıracaq. Bugün ən böyük gücünüz soyuqqanlı davranmağınızdır. Axşam saatlarında ailənizlə vaxt keçirmək sizə rahatlıq gətirəcək. Xüsusilə yaşca böyük bir insanla söhbət etmək faydalı məsləhətlər almağınıza səbəb ola bilər. Günün sonunda anlayacaqsınız ki, bəzi problemlər güclə deyil, anlayış və səbr ilə həll olunur. Şir burcu. Bugün diqqət mərkəzində olmaq sizin üçün çox təbii görünəcək. İnsanlar sözlərinizə daha çox qulaq asacaq, fikirlərinizə maraq göstərəcək və hətta siz farkına varmadan sizdən ilham alacaqlar. Buna görə də bugün dediyiniz hər söz və atdığınız hər addım adi günlərdən daha böyük təsir yarada bilər. Günün gedişində vacib bir qərar verməli ola bilərsiniz. İlk baxışda bu vəziyyət sizi gərginləşdirə bilər. Ancaq unutmayın ki, ən uğurlu qərarlar bəzən insanın tərəddüd etdiyi anlarda qəbul olunur. Özünüzə güvənin, çünki bugün daxili hissləriniz sizi doğru istiqamata yönəldəcək. Sevgi həyatınızda isə diqqət çəkən bir enerji var. Ətrafınızdakı insanlar sizin cazibənizi hiss edəcəklər. Əgər ürəyinizdə xüsusi biri varsa, hisslərinizi ifadə etmək üçün uyğun zamandır. Səmimiyyət və təbiilik bugün sizin ən böyük üstünlüyünüz olacaq. Kimsə məhz sizin dürüst münasibətinizi gözləyir. İş həyatında hadisələr düşündüyünüzdən daha rahat inkişaf edə bilər. Həmkarlarla ünsiyyət uğurlu olacaq və əvvəl çətin görünən məsələlər tədricən həllini tapacaq. Bugün atdığınız addımların nəticəsi dərhal görünməsə də, gələcəkdə əhəmiyyətli fayda gətirəcək. Maddi məsələlərdə xoş xəbərlər almaq ehtimalınız yüksəkdir. Ailə, övladlar və ya əvvəlki zəhmətləriniz sizə qazanc gətirə bilər.
Bununla belə lazımsız xərclərdən uzaq durmaq məsləhətdir. Bugün mübahisələrdən və başqalarının qüsurlarını axtarmaqdan uzaq durun. Anlayışlı və mehriban münasibət sizə daha çox üstünlük qazandıracaq. Axşam saatlarında isə sevdiyiniz işlərə vaxt ayırmaq imkanınız olacaq. Günün sonunda anlayacaqsınız ki, asıl güc yüksək səslə danışmaqda deyil, hadisələri sakit və ağıllı şəkildə idarə etməkdədir. Bu xüsusiyyət bugün sizi digərlərindən fərqləndirəcək. Qız burcu. Bugün sizin üçün əhval-ruhiyyəni yüksəltmək çox vacibdir. Necə düşünürsünüzsə, gününüzdə elə keçəcək. Özünüzə inam verdiyiniz zaman içərinizdə əlavə güc yaranacaq. Buna görə də günü pozitiv fikirlərlə başlamaq sizə fayda verəcək. Gün ərzində maliyyə sahəsində kiçik müsbət dəyişikliklər ola bilər. Gözlənilməz gəlir və ya faydalı bir təklif ortaya çıxa bilər. Amma pul məsələsində hər kəsə həddindən artıq etibar etməyin. Şəxsi planlarınızı da hər kəslə paylaşmaq lazım deyil. Çünki hər kəs sizi düzgün başa düşməyə bilər. Bugün köhnə bir dostla görüşmək və ya onu xatırlamaq əhvalınızı xeyli yüksəldə bilər. Bəzən sadə bir söhbət belə insanın içini rahatladır və ona güc verir. Belə insanlarla əlaqə saxlamaq sizə müsbət təsir edəcək. İş yerində isə rəhbərin və ya yuxarı vəzifədə olan birinin əhvalı ümumi mühitdə təsir göstərə bilər. Ətrafda biraz gərginlik olsa belə, siz sakitliyinizi qoruyun. Bugün səbir və diqqətlə işləmək sizə xeyir gətirəcək. Daxili dünyanıza da diqqət yetirin. Son zamanlar özünüzü biraz itmiş hiss etmişsinizsə, bugün özünüzü yenidən anlamaq üçün yaxşı zamandır. Özünüzə sual verin. Mən nə istəyirəm və hara gedirəm? Sevgi və münasibətlərdə isə ürəyinizi isidən anlayışlar yaranacaq. Sevginin yalnız zahiri hisslərdən ibarət olmadığını daha dərindən dərk edəcəksiniz. Asıl yaxınlığın anlayış, inam və səmimiyyət olduğunu daha aydın görəcəksiniz. Günün sonunda anlayacaqsınız ki, bəzi müsbət dəyişikliklər səs-küylə deyil, sakit və tədricən gəlir. Bugün də məhz belə günlərdən biridir. Tərazi burcu. Bugün sizin üçün sakit, amma nəticəli bir gün ola bilər. Böyük dəyişikliklər və ya dramatik hadisələr yoxdur, lakin kiçik işlər tədricən yoluna düşəcək. Sizin ən böyük üstünlüyünüz insanlarla yaxşı ünsiyyət qura bilməyinizdir və bugün məhz bu xüsusiyyət sizə çox kömək edəcək. İş və gündəlik vəzifələrdə tələsməmək vacibdir. Hər şeyi birdən etməyə çalışmayın, daha vacib işlərə fokuslanın. Qərar verməzdən əvvəl 2 dəfə düşünün. Çünki bugün edilən kiçik səhvlər sonradan daha böyük nəticələr yarada bilər. Əhvalınız gün ərzində dəyişə bilər. Bəzən özünüzü enerjili, bəzən isə yorğun hiss edə bilərsiniz. Buna qarşı mübarizə aparmaq əvəzinə axına uyğun hərəkət edin və özünüzə çox yük verməyin. Maddi vəziyyət ümumilikdə sabitdir, amma lazımsız xərclərdən uzaq durmaq lazımdır. Bugün edilən impulsiv alışlar sonradan peşmanlıq yarada bilər. Hər addımı düşünərək atın. Sevgi və münasibətlərdə isə səmimiyyət ön plandadır. Yaxın bir insanla açıq danışmaq üçün uyğun gündür. Lakin emosiyalara qapılıb sərt sözlər deməkdən çəkinin. Çünki bugün deyilən sözlər uzun müddət yadda qala bilər. İş mühitində bəzi anlaşılmazlıqlar yarana bilər, amma səbir və diplomatiya sizi qoruyacaq. Həmkarlar və ailə ilə ünsiyyətdə sakit qalmaq çox vacibdir. Günün sonunda sizi sevindirəcək kiçik bir hadisə baş verə bilər. Bu sadə görünə bilər, amma əhvalınızı xeyli yüksəldəcək. Bugün sizin üçün ən vacib şey sakitlik və özünüzü idarə etməkdir. Əqrəb burcu. Bugün sizin üçün diqqət və daxili güc günü ola bilər. Ətrafınızda baş verən hadisələrə daha sürətli və düzgün reaksiya verə biləcəksiniz. Vacib qərarlar və danışıqlar üçün münasib zamandır. İnsanlar sizin fikirlərinizə daha çox önəm verəcəklər. Buna görə sözlərinizi diqqətlə seçin. Maliyyə baxımında müsbət inkişaflar mümkündür. Gəlir artımı və ya yeni qazanc imkanları ortaya çıxa bilər. Xüsusilə ticarət və bizneslə məşğul olanlar üçün bugün uğurlu hesab olunur. Amma gəlir artdığı üçün dərhal xərcləmək lazım deyil, ehtiyatlı davranın. Sizin yumor hissiniz və pozitiv enerjiniz ətrafınızdakı insanlara
xoş təsir göstərəcək. İnsanlar sizinlə ünsiyyətdən zövq alacaqlar və bu yeni əlaqələr və faydalı tanışlıqlar yarada bilər. Lakin hər kəslə həddindən artıq yaxın olmaq düzgün deyil. Bəziləri sizi səhv başa düşə bilərlər. Şəxsi münasibətlərdə isə diqqətli olmaq vacibdir. Yaxın bir insanla kiçik anlaşılmazlıqlar yarana bilər. Emosional reaksiyalar vəziyyəti daha da çətinləşdirə bilər. Bugün ən doğru yol səbirli və sakit davranmaqdır. Sağlamlığınıza da fikir verin. Qidalanmada ölçünü qorumaq və bədəni çox yormamaq vacibdir. Kiçik fasilələr belə sizə yaxşı təsir göstərəcək. Bədəniniz sizə siqnallar verir, onları görməzlikdən gəlməyin. Günün sonunda isə bir qədər düşüncəli ola bilərsiniz. Kimənsə davranışı sizi incidə bilər, amma buna çox bağlanmamağa çalışın. Bugün sizin üçün ən vacib şey özünüzü idarə etmək və gələcəyə inamla baxmaqdır. Oxatan burcu. Bugün sizin üçün hər şey bir qədər dəyişkən və hərəkətli görünə bilər. İşdə uzun müddətdir təxirə saldığınız məsələləri həll etmək üçün yaxşı fürsət yaranır. Günün imkanlarından düzgün istifadə etsəniz, sabah bir çox iş daha asan olacaq. İş mühitində güc balanslarında hiss olunmayan dəyişikliklər ola bilər. Kimsə sizin səbrinizi sınaya bilər. Amma bugün qalıb gələn emosiyalarla deyil, sakitlik və düzgün qararlarla hərəkət edən olacaq. Buna görə hər vəziyyətdə soyuqqanlıq qalmaq vacibdir. Sevgi və münasibətlərdə isə istilik və açıqlıq artır. İnsanlar sizə daha yaxın olmaq istəyəcək, siz də daha rahat hiss edəcəksiniz. Əgər ürəyinizdə biri varsa, bugün açıq danışmaq üçün yaxşı gündür. Bəzi hisslər daha aydın şəkildə üzə çıxa bilər. Şəxsi həyatda isə daxili səbitlik hiss olunur. Özünüzü daha sakit və nizamlı hiss edəcəksiniz. Bu vəziyyətdən istifadə edib sağlamlığınıza diqqət yetirin. Yüngül idman və ya sadə gəzinti sizə yaxşı təsir edəcək. Maddi baxımdan kiçik amma faydalı imkanlar ortaya çıxa bilər. Kiçik bizneslə məşğul olanlar üçün dəyərli məsləhətlər və ya gəlir gətirə biləcək təkliflər mümkündür. Amma hər addımı tələsmədən atmaq lazımdır. Ailə münasibətlərində bəzən anlaşılmazlıqlar yarana bilər. Öz fikrinizi zorla qəbul etdirmək əvəzinə daha yumşaq davranmaq daha düzgün olar. Bugün ən vacib məsələ tarazlığı qorumaqdır. Axşam saatlarında yaxın biri ilə səmimi söhbət sizə rahatlıq gətirəcək. Bugün sizin üçün ən böyük uğur tələsmədən vəziyyəti düzgün anlayaraq hərəkət etməkdir. Oğlaq burcu. Bugün sizin üçün isti və bir qədər rahat keçə biləcək bir gündür. Ətrafınızdakı zarafatcıl və səmimi insanlar daxili gərginliyinizi azaldacaq və sizə lazım olan rahatlığı verəcək. Ailə mühitində keçən vaxt sizə xüsusi bir yüngüllük və sakitlik gətirəcək. Maddi və daşınmaz əmləklə bağlı işlər üçün bugün uğurlu hesab olunur. Gözlənilməz qazanc, hədiyyələr və ya yaxınlardan gələn kiçik dəstəklər əhvalınızı yüksəldə bilər. Bugün kiçik imkanları belə diqqətdən qaçırılmaq vacibdir, çünki onlar sonradan böyük nəticələr verə bilər. Sevgi və münasibətlərdə isə keçmiş xatirələr yenidən ön plana çıxa bilər. Köhnə arzular və hisslər yada düşə bilər. Bu pis deyil, əksinə özünüzü daha yaxşı anlamağa kömək edir. Vacib olan keçmişdə ilişib qalmamaqdır. İş mühitində isə hər şey asan getməyə bilər. Kimsə səbrinizi sınaya bilər, amma sakit və düşünülmüş davranış hər şeyi yoluna qoyacaq. Bugün sürət deyil, keyfiyyət daha önəmlidir. Sağlamlığınıza diqqət yetirin. Bədəninizə istirahət, təmiz hava və yüngül hərəkət lazımdır. Sadə gəzinti və ya kiçik məşqlər belə sizə fayda verəcək. Bugün ən vacib məsələ özünüzü necə hiss etməyinizdir. Günün sonunda isə sizə xoş hisslər gözləyir. Yaxın bir insan sizi sevindirmək üçün səy göstərəcək və bu əhvalınızı yaxşılaşdıracaq. Bugün sizin üçün ən böyük uğur sadə anlardan zövq almağı bacarmaqdır. Dolça burcu. Bugün sizin üçün ən vacib məsələ özünüzə diqqət yetirmək və daxili vəziyyətinizi anlamaqdır. Bədəniniz kiçik siqnallarla sizə istirahətə ehtiyac olduğunu bildirə bilər. Buna görə tələsmədən sakit şəkildə yaşamaq, təmiz havada gəzmək və sadə nəfəs məşqləri etmək çox faydalı olacaq.
İş və peşə həyatında bir qədər təzyiq hiss edə bilərsiniz. Kimsə sizin fikirlərinizə qarşı çıxa və ya sizi sınaya bilər. Amma səsinizi qaldırmaq yox, ağıllı və sakit danışmaq bugün sizin ən böyük üstünlüyünüz olacaq. Maliyyə baxımından kiçik imkanlar yarana bilər, lakin tələskənlik sizə fayda verməyəcək. Pul qazanmaq istəyi güclü olsa da, aqressiv addımlar gözlənilən nəticəni verməyə bilər. Səbirli yanaşma daha yaxşı nəticə gətirəcək. Ailə və yaxınlarla münasibətlərdə isə daha çox diqqət və anlayış tələb oluna bilər. Yaxınlarınız bəzi problemlərini sizinlə bölüşə bilər. Amma hər şeyi ürəyinizə salmayın, özünüzü də unutmayın. Sevgi münasibətlərində isə isti hisslər güclənir. Siz və sevdiyiniz insan arasında daha dərin anlayış yarana bilər. Bugün sadə sözlər belə böyük məna daşıyır və səmimi danışıb münasibətləri gücləndirir. Günün sonunda özünüz üçün kiçik bir sevinç tapa bilərsiniz. Bu sadə bir şey olsa da sizə daxili rahatlıq gətirəcək. Bugünün əsas dərsi özünüzü dinləmək və artıq təzyiqdən uzaq durmaqdır. Balıq burcu. Bugün sizin üçün daxili rahatlıq və sakitliyə yaxınlaşma günü ola bilər. Uzun müddətdir yığılan gərginlik tədricən azalacaq, özünüzü daha açıq və sərbəst hiss edəcəksiniz. Bu vəziyyətdən düzgün istifadə etsəniz, əhvalınız xeyli yaxşılaşa bilər. Maliyyə baxımından müsbət dəyişikliklər mümkündür. Kiminsə məsləhəti və ya gözlənilməz qərarlar vasitəsilə qazanc əldə edə bilərsiniz. Kiçik maliyyə imkanları belə gələcəkdə böyük nəticələr verə bilər. Buna görə hər təklifi diqqətlə qiymətləndirmək vacibdir. Yaxınlar və qohumlarla münasibətlər bugün düşündüyünüzdən daha isti keçəcək. Görüşlər və ya sadə söhbətlər sizə xoş hisslər bəxş edəcək. Lakin sevgi mövzusunda diqqətli olun. Düşünülməmiş söz və ya davranış sonradan peşmanlıq yarada bilər. İş və gündəlik fəaliyyətlərində isə işlər nisbətən asanlaşır. İnsanlarla ünsiyyət yaxşı gedir və fikirləriniz daha rahat qəbul olunur. Bugün mübarizə aparmaqdan çox axına uyğun hərəkət etmək daha faydalıdır. Kiçik imkanlar böyük nəticələrə çevrilə bilər. Sağlamlığınıza və daxili vəziyyətinizə diqqət edin. Bədəniniz sizə balans və istirahət ehtiyacı olduğunu xatırlada bilər. Daha çox gəzinti, təmiz hava və yüngül hərəkət faydalı olacaq. Sadə bir gəzinti belə sizə enerji verə bilər. Günün sonunda yaxın insanla bağlı kiçik çətinliklər yarana bilər. Amma siz bunu həll edə biləcəksiniz. Ən vacibi sakit qalmaq və vəziyyəti daha da çətinləşdirməməkdir. Bugün sizin üçün ən böyük qazanc daxili tarazlığı qorumaqdır. Əziz izləyicilər, bugünkü mesaj burada bitir. Amma unutmayın, ulduzlar yol göstərir, qararı isə siz verirsiniz. Əgər bugünkü proqnoz sizə maraqlı gəldisə, özünüz haqqınızda daha çox bilmək üçün bizimlə qalın. Sabah yenə yeni imkanlar gətirəcək və biz onları birlikdə kəşf edəcəyik. Görüşənədək.